Avtomobilin nömrəsini də çəkirəm. Yəqin ki, bu nömrə bəzilərinə tanış gəldi. Deməli, qardaş yaxınlaşıb ki, avtomobilində yağ azalma problemi var. Nə qədər yağ azalırdı, qardaş? Hardasa minə 1-2 litr. Minə 2 litr, qardaşın dediyinə görə yağ azaldırdı. Və bir çox yerə gedib, bir çox məşhur ustamızın yanına gedib. Onlar da avtomobilə motor diaqnozu qoyublar. Yəni, Porsche-lərində deyirlər ki, problem var. Ona görə avtomobildə yağ azalma problemləri olur. Və müəyyən elədik ki, bunu açanda, baxın, bu giriş kollektordur. Bunu açanda bunun içində yağ görməsəz, o demək deyil ki, bu kollektor işləyir. Bu kollektor yağı içinə yığır və yaxud da bu hissələrdən silindirin başına ötürür. Ona görə də yağda azalma olur. Buna baxın, bu giriş kollektorudur gördüyünüz kimi. İndi bir dənə bunu sirkələyəcəm, içindəki yağa bir dənə baxın. Buna baxın. Yəni, bütün səbəbi hər şeyin budur. Yağı bu hissəsində membran olur, yağı da yığır bunun içinə. Bunun dəyişəcəyi problemlə aradan qalxacaq. Sağ olun, salamat qalın, diqqətiniz üçün təşəkkürlər.